Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi, ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir. Publika az xəbər verir ki, bunu İqtisadiyyat Azar açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə bu kontekstdən ehtiyac meyarının artırılması, ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin artmasına səbəb olacaq. Eyni zamanda ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Stat. Əgər ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdırsa, o zaman 2025-ci ildə həmin ailə üçün 1425 manat ehtiyac meyarı, yəni xərc hesablanırdı. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat idi. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən orta hesabla 525 manat yardım ala bilirdi. Vüqar Bayramov vurğulayıb ki, amma sözü gedən məbləğ bu ildən artacaq. Onun sözlərinə görə həmin ailə üçün ehtiyac meyarı bu ildən 1500 manata yüksəlir və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı ailənin yenidən müraciət hüququ yarananda aylıq yardım 525 manat deyil, 600 manat olacaq. Deputat söyləyib ki, hazırda 76 min az təminatlı ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.